Salam, hər vaxtınız xeyir. Nəqliyyat vasitəsini sürmək üçün etibarnamə ilə texniki baxışa təqdim etmək olarmı? Sürücüləri narahat edən bax bu sual son vaxtlar tez-tez soruşulur. Narahat olmaqlarına da bir əsas gətirirlər ki, hansısa texniki baxış şöbəsində və ya şöbələrində vətəndaşlara imtina edilib ki, bəs sürmək üçün etibarnamə ilə texniki baxışa təqdim etmək olmaz avtomobili. Ona görə belə bir səs-küy yayılıb, belə bir narahatçılıq var ki, bu həqiqətən olarmı, olmazmı, qanun nə deyir? Biz də qanuna əsasən cavab verməyə çalışaq. Deməli, yol hərəkəti haqqında qanunun 30-cu maddənin 7-ci hissəsi, eləcə də eyni məzmunda bir Nazirlər Kabinetinin 39 saylı qərarı var. Orada da eyni cümlə, eyni söz işlənir demək olar ki. Burada deyir, nəqliyyat vasitəsini texniki baxışa təqdim etmək üçün avtomobilin sahibi olmalısan və ya belə deyək də, sərəncam vermək hüququ olan digər şəxs olmalısan, mülkiyyətçisi olmalısan da belə deyək. Bizə burada lazım olan söz avtomobilin sahibi sözüdür. Bax bu sahibi. Və indi biz bilməliyik ki, bizim üçün verilən o sürmə etibarnaməsi var ha. Yalnız sürmək üçün olan etibarnamə. Avtomobilə sahiblik hüququ verirmi? Biz avtomobilin sahibiyikmi? Bunun üçün baxmalıyıq Mülki Məcəllənin 152.2-ci maddəsinə. Orada sahiblik hüququnun anlayışı verilib. Sahiblik hüququ nədir? Yazır ki, əmlaka, əşyaya faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Aydın oldu mu? Faktiki sahibliyi həyata keçirmək. Yəni faktiki olaraq mən bu avtomobili idarə edirəmsə, həmin etibarnamə mənə o imkanı verir, hüquqi imkanı verir. Mülki Məcəllə açıqlayır burada. Bundan başqa baxırıq İnzibati Xətalar Məcəlləsinin 332-ci maddənin qeyd hissəsinə. Orada da deyir, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs dedikdə nə başa düşülür? Bax, yazır ki, etibarnamə əsasında nəqliyyat vasitəsini idarə edən şəxsdir. Yəni, etibarnamə əsasında nəqliyyat vasitəsini idarə edən şəxs, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsdir. Orada da bu cür aydınlıq verilir. Və başqa, icbari sığorta haqqında qanunun 53.1-ci maddəsi. Orada da deyir ki, mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu etibarnamə əsasında idarə edən şəxs. Etibarnamə əsasında avtomobili idarə edirsənsə, ona faktiki sahibliyi həyata keçirirsən deməli. Aşağıda görürsünüz nə yazılıb? Avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. Bütün bu qanun qaydaları, məcəlləni, qərarları mən ümumiləşdirib təqdim etdim ki, heç bir şübhə qalmasın. Bütün bu qaydalar, qanunlar hamısı eyni fikrə gəlir, çıxır ki, avtomobili sürmək üçün etibarnamə ilə idarə edən şəxs avtomobilin sahibi hesab olunur və texniki baxışa təqdim etmək tam olaraq qanunidir.